namaza başlamamışdan öncə bəzi işlər xüsusi ilə də dəstəmaza xüsusi diqqət yetirmək lazımdır. Dəstəmazın əhəmiyyəti haqqında Peyğəmbər salawatullahdan, o cümlədən digər məsumlarımızdan bir neçə hədis deyək. Çünki dəstəmaz elə bir əməldir ki, əgər düzgün alınmasa, namazda düzgün hesab edilməyəcəkdir. Dəstəmaz elə bir əməldir ki, onu biz xalis niyyətlə həyata keçirməsək, namazın da Allah yanında məqbulluğu şübhə altına düşəcəkdir. Dəstəmaz haqqında Peyğəmbər salavatullah buyurur ki, bir gün səhabələri arasında ayağa qalxdı və belə buyurdu: Ey insanlar, Allahın dərəcələri nə ilə yüksəltdiyini və xətaları, günahları nə ilə pozduğunu sizə xəbər verimmi? Diqqət eləyirsinizsə, hədisin əvvəlində əla sözündən istifadə etdi Peyğəmbərimiz. Ərəblər bu ifadəni o zaman işlədərlər ki, daha diqqəti cəlb edəcək, daha möhkəm, mötəbər bir xəbəri verəcək. Peyğəmbər salavatullah da çox mötəbər, çox əhəmiyyətli bir xəbəri müsəlmanların diqqətinə çatdırmaq üçün bu ifadədən istifadə etmişdir. Ardınca buyurur: Görək bizim əməl dəftərimizdəki günahlarımızı pozan və Allah yanındakı dərəcəmizi qaldıran o əməl hansıdır ki, Peyğəmbərimiz onu xüsusi bir hisslə bizə çatdırıb. Buyurur ki, xoşlamadığınız, ikrah etdiyiniz halda dəstəmaz almaq. Nə deməkdir bu? Bəzən görürsən ki, insan yuxulu olur. Xüsusi ilə də gecə namazına qalxarkən və ya sübh namazına durarkən. Hər adamın xoşu gəlmir ki, durub əl-üzünü yusun. Və yaxud da qışın günüdür, hava soyuq, su soyuq. Heç də zahirən xoşa gəlimli deyil. Bir adam soyuq su ilə dura, əl-üzünü yuya. Bax, həmin halda dəstəmaz almaq, yəni xüsusi eşqlə, vüqarla dəstəmaz almaq, Peyğəmbər salavatullah buyurur ki, sizi Allah yanında sizin dərəcənizi qaldırar və əməl dəftərinizdə nə varsa, hamısını pozub aradan aparar.